Ölkəmizdə ailə qurmağa qərar verənlərin sayında ötən illə müqayisədə artım müşahidə edilir. Statistik göstəricilər bunu deməyə əsas verir. Ötən ilin yanvar-fevral aylarında 6739 nikah qeydə alınıbsa, bu ilin eyni dövründə 7741 nikah və 3414 boşanma halı müşahidə edilib. Bu isə ötən ilin müvafiq dövründə müqayisədə təxminən 15% artım deməkdir. Bəzi mütəxəssislər bu artımı qohum evliliklərinə qoyulacaq qadağa ilə əlaqələndirirlər. Onların fikrincə yaxın aylarda qüvvəyə minəcək qərar gəncləri tələsik nikaha daxil olmağa vadar edib. Lakin aidiyyatı qurum nikaha daxil olanların çoxalmasının bu qərarla bağlı olub-olmadığının qadağa rəsmiləşdikdən sonra daha dəqiq müəyyən ediləcəyini deyir. 2024-cü ildən ictimaiyyət hər kəs tərəfindən məlumatlıdır ki, 2025-ci ilin iyul ayının 1-də qohumlar arası evlilik qadağan olunacaq. Əgər artımla bağlı bu müsbətdə yanaşsaq, bir il ərzində bu evliliklər həyata keçirilə bilərdi. Son aylarda bunun kəskin artmasının qanunun qüvvəyə minməsi ilə birbaşa mütənasib əlaqəsi yoxdur. Qanun qüvvəyə mindikdən sonra qohumlar arası evliliklə bağlı müraciət edənlər üçün nikah şəhadətnaməsi təqdim olunmayacaq. Yəni bu qeydiyyat şöbələrinin, yəni Ədliyyə Nazirliyi tərəfindən nikaha daxil olmaq üçün müraciət edən qohumlar arası nikahlar qeydiyyata alınmayacaq. Onlara nikaha daxil olmaqla bağlı şəhadətnamələr verilməyəcək. Hazırda cəmiyyətdə qohumlar arasında evliliklər az da olsa bəzi regionlarda bu ənənə hələ də davam edir. Gözlənilən qanun dəyişikliyi ilə bu cür evliliklər tamamilə qadağan ediləcək. Ümumiyyətlə, televiziyalarda, QHT-lərdə ciddi şəkildə vətəndaş mövqeyi qoyulmalıdır və müzakirələr aparılmalıdır və maarifləndirmə işləri genişləndirilməlidir. Qohumluq nikahının ləğv olunması gələcək genofonun sağlam nəslin yetişməsi üçün çox vacib amillərdən biridir. Ona görə də həmin qanun layihəsi cəmiyyət tərəfindən qəbul olunmalıdır və bu istiqamətdə ciddi şəkildə maarifləndirmə işləri aparılmalıdır. Cəmiyyətdə də bu cür evliliklər birmənalı qarşılanmır. Qabaqlar bizdə olub elə şeylər. Pis şeylərlə də üzləşmişik. Qohumluq görürsən ki, evlənirlər, sonra da düşman olurlar. Məncə düzgün şey deyil. Başqa sülalələr birləşəndə daha gözəl, daha ağıllı övladlar da olur. Mən şəxsən öz həyatımda onun acı nəticələrini görmüşəm. Mənim yaxın qohumlarım, xalaoğlu, xalaqızı evləndilər, övladları şikəst oldu. Yararlı uşaq əmələ gəlmir, xəstə uşaqlar əmələ gəlir, ona görə pis baxıramır. Qohum elə mənim baldızımın, bir baldızımın nəvəsi, bir baldızımın oğluna evləndilər, çox mehriban ailə idi. Sonradan onlar da ayrıldılar, fəsad olmasa da o ayrıldılar, düşmənçilik oldu. Nikahların artması bəzən sevgi və həyat qərarlarından daha çox hüquqi və sosial dəyişikliklərin təsiri ilə də bağlı ola bilər. Qohum evliliyinə qoyulacaq qadağa isə bu istiqamətdə atılan ciddi addımlardan biridir. Qadağa iyulun 1-dən qüvvəyə minəcək. Bununla da ölkəmizdə əmi, xala, bibi və dayı uşaqların evliliyi qanunla qeyri-mümkün olacaq. Vüsal Arif Soyzaur, Haşimov, Telesəhər.